Azərbaycan xalqının yeganə nicat yolu Ukraynanın Rusiya üzərində qələbəsindən keçir. Rusu Xaxol zəiflədir, digər xalqlar isə güclənir. Rusa meyilli xalqlar isə erməni fars öz ağalarını, güclərini, arxalarını və dayaqlarını utduracaqlar. Rusiyanın gücü sözündə, söyüşündə, vəhşiliyində, qəddarlığında və tülkülüyündədir. Bu dövlət gücə əyilər, qaçanı qovar, zəifi əzər, Çin, Amerika kimi dövlətlərin qarşısında əyilər, sınar. Rusun məğlubiyyəti Farsın və erməninin də məğlubiyyəti demək olacaq. Tam və bütöv Azərbaycan yaranacaq. Çünki yeganə maneə Rusiya öz imperialist gücünü itirəcək. Yaşayarıq, görərik. İşıq üzü gəlir.